Dünya Azərbaycanlıları İttifaqının və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədov ermənilərin təzyiqinə məruz qalan jurnalist Fuad Abbasovla bağlı dünya azərbaycanlılarına müraciət ünvanlayıb. Hörmətli həmvətənlər, yəqin ki, əksəriyyətiniz tanınmış azərbaycanlı jurnalist Fuad Abbasovun həmin axşamki birbaşa efini izləmisiniz. Ermənilər onu millətlər arasında ədavəti qızışdırmaqda təqsirləndirərək ona qarşı cinayət işinin başlanması tələbi ilə imza toplayırlar. Bizim mənfur qonşular da həm də Fuadı Facebook sosial şəbəkəsindən və YouTube video bloqundan sıxışdırıb çıxarmaq üçün kampaniyaya başlayıblar. Onlar Fuadın Facebook səhifəsini və YouTube kanalını bağlamaq istəyirlər. Ermənilər onun bu internet resurslardakı materiallarını da blok etmək üçün kampaniyaya start veriblər. Bundan başqa onlar hətta Fuad Abbasovun ünvanına açıq təhdidləri keçiblər. Çox təəssüf ki, Fuad Abbasovun təqibində həmçinin bizim bəzi həmvətənlərimiz də iştirak edirlər. Öz tanınmış həmvətənlərinə dəstək vermək yerinə bəzi azərbaycanlıların onun ünvanına olan hədələrə qoşulduğunu eşitmək mənə çox ağırdır. Bu hədələrlə bağlı olaraq mən Fuad Abbasova öz zirehli avtomobilimi və mühafizəçilərimi təklif etdim. Lakin o imtina etdi. Buna baxmayaraq mən bundan sonra da ona mənəvi, hüquqi və maddi yardım göstərməyə hazıram. Lakin bəzi şeylər var ki, mənim tək başına gücüm çatmır. Bu Fuad Abbasova olan ümumxalq dəstəyidir. Hesab edirəm ki, belə bir kritik məqamda hər bir əsl azərbaycanlı vətənpərvər ona mənəvi dəstək nümayiş etdirməlidir. Bütün dünyadakı həmvətənlərimizi Facebook və YouTube-da Fuad Abbasova dəstək kampaniyasına başlamağa çağırıram. Bundan əlavə Rusiyada, ilk növbədə Moskvada dərhal ona dəstək məqsədi ilə imza toplamalıyıq. Ermənilərin ona qarşı imzalarından daha çox imza toplaya bilməyimiz üçün Fuad Abbasova dəstək kampaniyamız çox fəal olmalıdır. Fuad Abbasovun həbsi Azərbaycan xalqına və bütün türk dünyasına əsl zərbə ola bilər. Bizim haqqımız çatmır ki, erməni millətçiləri ilə mübarizədə onu yalnız qoyaq. Biz mütəşəkkil və kütləvi şəkildə tanınmış jurnalist həmvətənimizin hüquq və maraqlarını qorumalıyıq. Bugün Fuad Abbasov Rus telekanallarında Azərbaycanın və Türkiyənin səsidir. O davamlı və çox effektiv şəkildə Azərbaycan və Türkiyənin milli maraqlarını müdafiə edir. Buna görə də bütün həmvətənlərimizi mümkün olan bütün hüquqi metodlara Fuad Abbasova dəstək verməyə, onun həbsinə, o cümlədən Facebook səhifəsinin və YouTube kanalının bağlanmasına imkan verməməyə çağırıram. Goranboy rayon sakinindən 6 gündür ki, xəbər yoxdur. Qafqaz İnfonun məlumatına görə bu barədə Mais Aslanoğlu Qurbanovun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar. Onların sözlərinə görə fevralın 17-sində Bakıya gəlmək üçün Gəncədən yola düşən Maisdən həmin vaxtdan bəri xəbər yoxdur. Qeyd edilir ki, Mais Qurbanov Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin 1-ci kurs tələbəsidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirinin qalibi Zəhra Salmanlını təbrik edib. Ona yarışlar zamanı uğurlu çıxışlarına görə və göstərdiyi vətənpərvərliyə görə hədiyyə göndərib. Qafqaz İnfonun məlumatına görə Heydər Əliyev Fondunun nümayəndələri dünən Zəhra Salmanlıya kompüter və fondun müxtəlif nəşrlərini təqdim edib. Qeyd edək ki, 5-ci sinif şagirdi Zəhra Salmanlı turnirin keçirildiyi zalda Azərbaycan bayrağının Ermənistan bayrağının altında asılmasına etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə yarışda iştirak etməyəcəyini deyib. Zəhranın tələbindən sonra Azərbaycan bayrağının yeri dəyişdirilib. Amerikanın Qida və Dərman İdarəsinin alimləri belə qənaətə gəlib ki, toyuqların 70%-dən çoxunda arsen maddəsi var. İdarə toyuqlara vurulan kimyəvi maddələrin sağlamlığımıza ciddi təsir etdiyini açıqlayıb. ABŞ-da aparılan araşdırma nəticəsində toyuq ətlərində arsen maddəsi tapılıb. ABŞ-da kök toyuqların 70%-dən çoxunda əsasən hinduşkalara və toyuq ətinin hissələrinin içinə çəhrayı rəngli parlaqlıq verməsi üçün arsen maddəsi vurulur. Arsen maddəsinin insan sağlamlığı üçün zərərli olması təsdiqlənsə də bəzi tərəddüdlər var. Xüsusən kiçik uşaqlarda nevroloji qüsurlar, böyrək, ağciyər, qaraciyər xərçənginə, ürək-damar xəstəliklərinə səbəb olur. Avropa xalqları Türkiyə və Türk xalqının səyləri hesabına bugün sülh və təhlükəsizlik şəraitində yaşayır.
Anadolu'nun məlumatına görə belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan çıxış edib. Lakin biz daim belə qurbanlar verməyə hazır deyilik. Türkiyədə sığınacaq tapan Suriyalı qardaşlarımız tezliklə yurd yuvalarına qayıtmaq istəyirlər deyə o vurğulayıb. Erdoğan qeyd edib ki, Suriyanın İdlib, Afrin və Cerablus rayonlarına artıq 311 min Suriyalı qaçqın qayıdıb. Onun sözlərinə görə bu bölgələrdə təhlükəsizliyi Türkiyə təmin edib. Türkiyə prezidenti əlavə edib ki, Ankara İdlibi tam təhlükəsizlik etməyi təklif edir. Bu məqsədlə Rusiya və İranla diyaloq qurub. Venezuela müxalifətinin lideri Juan Guaido bəyan edib ki, prezident Nicolas Maduro administrasiyası işçilərinin bir hissəsi ölkəni tərk edib. TASS-ın məlumatına görə Guaido onların Türkiyəyə getdiyini bildirib. Əskərlər hələ bilmirlər ki, hamını ittiham edən yüksək kimli məmurlar artıq Türkiyəyə yollanıblar deyə o özünün Twitter səhifəsində yazıb. Əgər Amerika Birləşmiş Ştatları neft ixracı sahəsində İrana qarşı sanksiyaları sərtləşdirsə, Tehran Vaşinqtonu cavab tədbirləri ilə təəccübləndirə bilər. İsveçlərin Basel Zeytun nəşrinin yazdığına görə bunu İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif deyib. Bununla belə o hansı tədbirlərdən söhbət getdiyini açıqlamayıb. Donald Trump sürprizləri sevir. Ona görə də biz onu əyləndirəcəyik deyə İranlı nazir vurğulayıb. Zərif həmçinin qeyd edib ki, İran xalqı dəstək verincə Tehran nüvə sazişində iştirakını davam etdirəcək.